Salam, bugünkü mövzumuz vasitəsiz və vasitəli nitqdir. Biz gündəlik məişətdə danışarkən başqasının nitqindən istifadə etmiş ola bilirik. Bu zaman ola bilir ki, biz o nitqi dəyişək və yaxud da olduğu kimi qarşı tərəfə ötürək. Əgər başqasının nitqi dəyişiklik edilmədən verilirsə, bu adlanır vasitəsiz nitq. Vasitəsiz nitqi təşkil edən tərəflər iki hissədən ibarətdir. Birinci hissə müəllifin sözü, ikinci hissə isə adlanır vasitəsiz nitq. Müəllifin sözü adlanır. M hərfi ilə işarə edirik. Müəllif sözü, yəni müəllifin sözü. Vasitəsiz nitq isə V ilə işarə olunur. Vasitəsiz nitq. Biz vasitəsiz nitqi 5 formada görə bilərik və bu 5 formadan əvvəl qeyd edim ki, müəllifin sözündə biz nitq təfəkkür feillərinin bəzi sözləri var ki, onlardan daha çox istifadə edirik. Onlar dedi, soruşdu, düşündü və fikirləşdi kimi nitq təfəkkür feilləridir ki, biz müəllifin sözündə ondan daha çox istifadə etmiş ola bilərik. Qarşımıza çıxar bunlar. 5 forması var müəllifin sözünün və vasitəsiz nitqin növbələşməsinin. Birinci baxın, yazdım elə bu sxem. Birinci müəllif, sonra vasitəsiz gəlir. Bu mövzu elə çətin mövzu deyil. Əsas məsələ burada durğu işarələrini təyin edə bilmək qabiliyyətidir. Baxaq, bu elə olsun bizim birinci üsulumuz. Birinci müəllifin sözü gəlib, sonra vasitəsiz nitq və vasitəsiz nitq durğu işarəsi kimi dırnaq içərisində verilir. Və yadda saxlayırıq ki, nöqtə və vergüldən başqa digər bütün durğu işarələri hamısı dırnağın içərisində. Nöqtə və vergül qalanlar hamısı dırnaq işarəsinin içərisində vasitəsiz nitqlə verilir. Deməli, birinci sxem nə oldu? Birincidə sxem müəllifin sözü, sonra qoşa nöqtə, sonra dırnaqlar açılır, vasitəsiz nitq dırnaqda verilir və nöqtə ilə bağlandı. Keçirik ikinci vasitəsiz nitqin formasına. İkinci versiyada tərsinə. Dərslərinizi eyni cümlə üzərində 5 formasını qeyd edəcəm ki, fikir daha sizin üçün aydın olsun. Dərslərinizi çox çalışın, müəllim dedi. Deməli, əvvəl vasitəsiz nitq gəlir. Vasitəsiz nitq dırnaq işarəsində verilir və müəllifin sözünə görə vergül, nə demişdim? Vergül dırnaqdan sonra olmalıdır. Sonra dedidən sonra nöqtə. Bunun sxemi necə olacaq? Dırnaqlar, vasitəsiz nitq, dırnaq bağlanacaq, vergül işarəsi, daha sonra müəllifin sözü və nöqtə. Baxın, bu hissə yenə müəllifin sözüdür. Bu hissə vasitəsiz nitqdir və dırnaq işarələrini qoyub saxladım. Üçüncü formada isə ola bilər ki, növbələşsinlər. Növbələşən zaman dərslərinizi müəllim dedi, çox oxuyun. Müəllim dedi, çox çalışın. Dərslərinizi müəllim dedi, çox çalışın. Bu nümunədə dərslərinizi vasitəsiz nitqin tərkib hissəsi olduğu üçün dırnağı açıram. Müəllim dedi. Baxın, müəllim dedi dedik axı, müəllif sözüdür. Vasitəsiz nitqdən sonra müəllifin sözü gəlirsə, virgül, qoyulur. Davamıca yenə vasitəsiz nitq. Baxın, bu hissə vasitəsinin bir hissəsidir. Bu hissə də vasitəsinin davamıdır. Yenə virgül, vasitəsiz nitq harda başlayır, dırnaq açılır, harda bitirsə, dırnaq bağlanır, nöqtə də dırnaqdan sonra qoyulur. Və bu cümlənin sxemini biz yazsaq, necə yazarıq? Dırnaq işarəsi, vasitəsiz nitq, virgül, müəllifin sözü, yenə virgül, və vasitəsiz nitq, dırnağı bağladım burada, nöqtəni qoydum. Üçüncü versiyada belə. Dördüncü formasında isə müəllifin sözü ilə vasitəsiz tərsinə olaraq növbələşəcək. Müəllim, dərslərinizi oxuyun, dərslərinizi çox çalışın, eyni cümlə üzərində yazıram, çox çalışın, dedi. Burada bunu böyük hərflə qeyd etməliyim.
Müəllim müəllifin sözü idi, dedi də müəllifin sözü idi. Aha, bu hissə isə bütünlüklə vasitəsiz nitqdir. Deməli, müəllifin sözündən sonra vasitəsiz nitq gələn zaman biz burada necə təyin edirdik? Qoşa nöqtə qoyurduq. Sonra dırnaq işarəsi açırdıq, dırnağı bağlayırdım. Davamincə müəllifin sözü gəldiyi üçün virgül tiri, sonra da nöqtə. Sxemi deməli necə oldu? Müəllifin sözü, qoşa nöqtə, dırnaq açmışam, vasitəsiz nitq, dırnağa bağlamışam. Davamincə müəllifin sözü gəldiyi üçün virgül tiri, müəllifin sözü və sonda nöqtə. Deməli, 4-cü versiyada da belə. Sonuncu formada belə ola bilər ki, müəllifin sözü və vasitəsiz nitq daha çox növbələşər. Məsəl üçün, dərslərinizi müəllim çox çalışın dedi. Çox çalışın dedi. Dərslərinizi müəllim çox çalışın dedi. Burada dərslərinizi çox çalışın vasitəsiz olduğu üçün, bax bu vasitəsiz, bu da vasitəsiz. Bu müəllifin sözü, bu da müəllifin sözü idi. Vasitəsiz nitqdə dırnaq açıram. Sonra dərslərinizi burada müəllifin sözü gəldiyi üçün virgül tiri qoyuram. Davamı müəllifin sözündən sonra yenə vasitəsiz gəldiyi üçün virgül tiri qoyuram. Çox çalışın. Burada dərslərim çox çalışın, vasitəsiz nitq bitdiyi üçün dırnağı burada bağlayacağım və davamincə müəllifin sözü gəldiyi üçün virgül tirini qoyub sonda da nöqtəni qoyuram. Sxem olaraq bunu necə qeyd edirəm? Dırnaqları açıram, vasitəsiz nitq, virgül tiri müəllifin sözü, virgül tiri yenə vasitəsiz nitq və vasitəsiz nitqdən sonra dırnağımı bağlamalıyam, virgül tiri və müəllifin sözü nöqtə. Vasitəsiz nitqin bu 5 formasını biz gördük ki, hansı hallarda ola bilər? Əsas dırnaq işarələrinə diqqət edirik. Və vasitəli nitq nə deməkdir? Vasitəli nitq isə, baxaq indi onun haqqında qeyd edim. Başqasına nitqi dəyişiklik edilmədən olduğu kimi eyni ilə verilərsə, bu vasitəsiz nitq adlanacaq. Vasitəsiz nitq elə bu cümlə üzərində yazın, daha yaxşısı olsun ki, dəyişiklik edilərək verilir. Yəni, dəyişiklik edilərək veriləndə vasitəsiz nitqdəki dırnaq işarələri atılır. Qoşa nöqtənin əvəzinə də ki, tabelilik bağlayıcısından istifadə olunur. Elə bunun yanında yazım ki, sizin üçün daha da aydın olsun. Müəllim dedi ki, dərslərinizi çox çalışın. Dərslərinizi çox çalışın, müəllim dedi. Deməli, vasitəsiz nitqin dırnaqlarını atmışam. Qoşa nöqtəni isə ki, tabelilik bağlayıcısı ilə əvəz etmişəm. Görünüşdə tabeli mürəkkəb cümlə şəklinə gəlir və nəyi dedi? Tamamlıq budaq cümləli tabeli mürəkkəb şəklində